Hər vaxtınız xeyir, Analıq Məktəbinin dəyərli izləyiciləri. Bugün biz hamının sevdiyi, hamının tək ağızdan uşağıma eləyək dediyi vena daxili infuziya, yəni sistem haqqında danışacağıq. Və bu mövzuda bizə pediatr, infeksionist doktor Həmid Hacıağayev danışacaq. Doktor, siz bilirsiniz, şəxsən mən özüm şahidəm. Bizim millətimiz ümumiyyətlə, millətcə çox sevirik biz bu sistemləri, bu vena daxili infuziyaları və damara düşə bilən hər kəs Damara yanındakı, yanındakı, evindəki, qonşusundakı insana gəl sənə sistem qoşaq, yaxşı olacaqsan deyə təklif eləyir. Bu nə dərəcədə düzgündür və ümumiyyətlə hansı vaxtlarda biz sistemi mütləq eləməliyik, hansı vaxtlarda ondan qaçına bilərik və ümumiyyətlə sistem özlüyündə yaxşı bir şeydirmi? Hər vaxtınız xeyir dəyərli izləyicilər. Onu qeyd edeyim ki, sistem itirilmiş mayenin bərpası üçün lazımdır. Yəni bizdə belə düşünürük ki, biraz azarladım, qrip oluram, oynaqlarım ağrıdı, nə bilim Covid oluram falan filan. Təəssüflər olsun ki, Covid dövründə də biraz bu mövzu aktual oldu, bəli. Və təəssüflər olsun ki, qonşuda biraz ağıllı dırnaq içində tibb bacısı varsa ki, həkimə getmədən hamıya deyir ki, gəl sənə sistem qoşum, narahat olma, olsa bundan artıq nə qoşacaqlar ki? Və başlayırlar bu sistemin içinə kakarbaksilaza, ribaksin və s. və uşaqlara belə ağzına gələn kalsium qlukonat, uşaq orada qızdırır, qızdırması var, kalsium qlukonat qoşurlar ki, kalsium neynəsin orada? Kalsium əksikliyindən mi söhbət gedir? Və başlayırlar bunu istənilən halda və bilirsiniz, burada əsas məqam psixoloji faktordur. Mənə nəsə elədilər. Plasebo. Plasebo effekti. Yəni xəstəlik var və bu an mənə nəsə elədim. Amma mən deyirəm ki, gözləyək. Nətər yəni gözləyək? Burada yanıb tökülür. Bu nətər həkimdir? Heç mən sistem yazmadım. Bu sistem zad yazmır. Sən get normal həkim tapız və beləliklə də gedir nəyə çatır? Katastrofik sonuclar əldə edirik. Çünki heç nə bilmədən, anamnez toplamadan, durumu bəlli olmadan insanların bir-birinə hamı sistem tövsiyə eləyir. Xüsusən də son dönəmlərdə multivitaminlər var, sistemlər ki, müxtəlif adlarda. İnsanlar düşünür ki, immunitetini biraz gücləndirmək üçün qonşuda 3 nəfər xəstələnib deyə mən özümə vitamin köçürsəm, ya uşağa vitamin köçürsəm misal olaraq, uşağın immuniteti güclənəcək. Təəssüflər olsun ki, bu belə deyil. Unutmayın ki, istifadə etdiyiniz bütün multivitaminlər əgər həkim tövsiyəsi ilə olunmayıbsa, əgər qanda əksikliyi tapılmayıbsa bu vitaminlərin birbaşa onkoloji hüceyrələri qidalandırır. Bu boş işlərdən əl çəkməyinizi tövsiyə edərdim. Gələk indi sistemin nə vaxt təyin olunmasına. Əgər maye etkisi varsa, qusma varsa, ishal varsa, dirəncli, parenteral, yəni ağızdan qəbul olunan dərmanla düşməyən qızdırma varsa, uşağın halı yoxdur ki, maye qəbul eləsin, qida qəbul eləsin və belə deyəkdən əldən gedirsə, heç cür başqa cür müdaxilə eləmək olmursa, o zaman sistem qoşulmalıdır. Yaxud belə deyək, bakterial infeksiya tapılıb, qanında şiddətli, yüksəkli, zaten o zaman da qızdırma da olur, başqa intoksikasiya əlamətləri də olur. Ağızdan qəbul eləməklə biz dərhal yardım eləyə bilməyəcəyik pasiyentə, belə deyək. O zaman vena daxili antibiotik də vurulur, başqa maye də vurulur. Amma digər hallarda, bütün digər hallarda, biraz qrip oldum, askırdım, öskürdüm, yaxud gəlirlər, sanki həkim ofisant kimidir, bir müraciət olunur ki, babası deyir ki, ona sistem qoşulsun. Qardaş, bu babası neynəsin, xalası neynəsin, əmisi neynəsin, bu həkimdir. Həkimi göstəriş olmalıdır ki, bu adam da bu göstərişə görə bu mayyəni təyin eləsin. Ona görə belə israrla mən tövsiyə edərdim ki, bu sistemlərdən, vena daxili infuziyalardan, xüsusən də öz başına təyin olan bu şeylərdən uzaq dursunlar və unutmasınlar ki, bunun tərkibinə vurulan belə deyək də, ehtiyacı olunmayan bütün maddələr onlara sadəcə olaraq zərər verəcək. Burada bir sual vermək istəyirəm ki, hər kəs eşitsin sizin ağzınızdan. Siz dediniz ki, qızdırma zamanı falan maye qəbul eləyirsə biz sistem vururuq. Bəzi valideynlər soruşurlar. Bəzən olur ki, sistemi təyin edirsən, yəni vena daxili infuziyanı, çünki doğrudan yaxşı vəziyyətdə deyil uşaq və tibb bacısı zəng elətdirir ki, həkimdən soruş ki, bu sistemi qızdırma zamanı vurmaq olarmı? Bəli, sistem, vena daxili infuziya zaten yüksək hərarətə görə təyin olunubsa, yüksək hərarət zamanında vurulmalıdır. Zaten həmin sistemə, həmin vena daxili infuziyaya daxil olan mayelər, dərmanlar sırf o qızdırmanı salmaq üçündür.
Zaten uşaq ağızdan qəbul edib qızdırmasını salırsa, biz ona həmin sistemi niyə təyin eləmişik? Həkimin yazdığı venadaxili infuziyanın dərmanlarına, dozalarına, miqdarlarına belə deyək də kimsə müdaxilə edə bilərmi? Heç kim müdaxilə edə bilməz. Həkim zaten uşağın çəkisini bilərək, yaşını bilərək ona uyğun bütün təlimatları verir. Vəziyyətini görərək. Vəziyyətini görərək, bəli. İstər qızdırması olsun, istər qusması olsun, istər başqa bir şey olsun, ona uyğun təyinatını verir. Nə tibb bacısı gəlib deyə bilməz ki, zəng eləyin, bir də həkiminizdən soruşun ki, buna bu doza olar. Nə də əczaçı orada bir şey deyə bilməz ki, uşağın yaşı əsas faktor deyil. Çəkisi, klinik durumudur əsas. Ola bilsin ki, həkim müəyyən dozaları biraz artıra bilər, biraz azalda bilər. Onu artıq həkim qərar verir. Və buna görə xəstəxana şəraitində vurulsa daha yaxşıdır. Bəli, tamamilə doğru.